düşünürsünüz ki, bugün maddi imkanı yaxşı olanlar bu münasibətə girir? Yəni, nə çox imkanı olmayanlar birinci mən xəyanətdən danışıram. Birinci ailəsinə baxmır, uşağına baxmır, amma digərinə bütün imkanlarını, bütün xərclərini qarşılayır digərinin. Yəni, bu zaman ədalət prinsipi necə pozulur, digər qadın isə qalır bir kənarda. Ümumiyyətlə, ata olmaq sosial bir modeldir. Bu instinktiv bir şey deyil. Ana olaraq biz instinktiv olaraq uşaqlarımızı sevirik, onları qoruyuruq və gələcəklərini təmin edirik. Ata modeli isə başqa atalara baxıb öyrənirik biz adətən. Başqa atalara da baxıb öyrənəndə adətən görürlər ki, ataların biri belə davranır, biri fərqli davranır. Çünki bura instinktlər girmir. Sadəcə sosial öyrənmədir. Bəzən insan bunu öz atasından öyrənə bilər, bəzən ata modelləri olan yan qonşularından, əmisindən, dayısından və görəndə ki, cəmiyyətdə bir çox kişilərə ata olaraq nələrsə icazə verilir, təbii ki, o da bundan istifadə edəcək. Çünki təbiət olaraq həm kişi, həm qadın əslində poliqamdır.